ki, indi gənclər öz kimliyini müəyyən etməkdə çətinlik çəkirlər. Fikirləşirlər ki, hansısa bloger heç bir təhsil almadan necə gözəl həyat tərzi yaşayır, düzdür. Amma bəzən ailələr öz evladlarında problemi əslində görürlər, amma qəbul etmək istəmirlər. Heç bir gənc, heç bir uşaq gələcəkdə qatil olmaq xəyalı ilə yaşamır. Çox sağ olun, maraqlı suala görə. Əslində bu mövzular hal-hazırda cəmiyyətin böyük əksəriyyətini düşündürən mövzulardır. Müasir tələbə, müəllim, şagird, müəllim münasibətləri daha çox gərginlik istiqamətində irəliləyir demək olar ki. Nədənsə gənclər arasında aqressiya artır. Bu daha çox düşünürəm ki, sosial problemlərə söykənir. Bir sıra problemlər durur bunun kökündə və bu aqressiyanın artması həm məktəblərdə yetəri qədər məncə psixoloji xidmətin təmin olunmaması. Düzdür, məktəblərdə psixoloqlar fəaliyyət göstərir, amma bəzən bu psixoloq fəaliyyəti ancaq formal fəaliyyət olaraq qiymətləndirilir. Yəni tədbirlər təşkil olunur, müəyyən çəkilişlər aparılır, amma xüsusi təhlillər, real xidmət göstərilmir və düşünürəm elə buna görə də bu müəllim şagird, müəllim tələbə arasında, daha çox müəllim şagird arasında deyək. Çünki universitet səviyyəsində o qədər də aqressiv mühit və bu cür faktlar, bu xoşagəlməz hadisələr yoxdur, amma məktəb mühitində daha çox rast gəlinir. Əsas səbəbləri əslində bir sıra, bayaq qeyd etdiyim kimi, bir sıra sosial problemlərdir. Ən önəmlisi məncə ailə tərbiyə modelinin zəifləməsidir. Uşaqlara emosional yanaşmanın zəifləməsidir. Ən önəmlisi müəllim faktorunun, müəllim nüfuzunun əvvəlki illərdəki kimi qorunmamasıdır. Psixoloji xidmət və dəyərsizləşmə. Yəni dəyərlər sistemi azalıb. Aradan belə qaldırmaq olar ki, yəni bunu yalnız bir səpkidə istiqamət alıb o istiqamətdə də gedib həll etmək mümkün deyil. Mütləq şəkildə mütəşəkkil fəaliyyət olmalıdır, sistemli fəaliyyət olmalıdır. Müəllim, məktəb və valideyn əməkdaşlığı daim bu mövzu əslində gündəmə gəlir. Əvvəlki illəri müqayisə eləsək, əslində deyə bilərik ki, o vaxtlar heç valideynlər məktəblə bu qədər sıx əməkdaşlıq aparmırdılar, amma aqressiya heç bu qədər yox idi. Hal-hazırda valideynlər demək olar məktəbin bütün işlərində aktiv fəaliyyətdədir, amma nədənsə aqressiyanın həddi hüdudu yoxdur, xoşagəlməz hadisələr daha çox baş verir. Deməli ki, biz nəyisə düzgün etmirik. Bu əməkdaşlıq düzgün çərçivədə aparılmır. Mən düşünürəm ki, o ailə daxili münasibətlər, yəni valideynlərin evladlarına ayıracaqları emosional yanaşma, emosional xidmət, onları dinləmə, onlara hövsələ ilə qulaq asma, onlarla müzakirələr aparma, bu öz yerində. Üstəlik də ki, məktəb daxili yəqin ki, valideynlər üçün də xüsusi dərnəklər təşkil olunmalıdır. Valideynlər arasında rəqəmsal savadlılıq artırılmalıdır və tələbələr üçün, şagirdlər üçün davranış mədəniyyəti formalaşdırmaq, dərsləri, praktikası, təlimləri, bu cür fəaliyyət təşkil olunmalıdır ki, ortaya bir nəticə çıxsın. Bəzən valideynlər, məsələn, ya iqtisadi problemlərlə yüklənir, öz evladlarına vaxt ayıra bilmir və yaxud da ki, kimsə də vaxt ayırırsa, çox yanlış istiqamətdən tərbiyə üsulu deyək, seçirlər. Bəzən elə valideynlərin özündə narsizmlə özünü güvən anlayışı, motivasiya anlayışına sərhəd qoyulmur. Və bu yanlış təbliğat, əlbəttə ki, indi rəqabətlik dönəmindədir. Hamı öz evladını istəyir ki, rəqabətə davamlı yetişdirsin və bununla da sanki düşünür ki, liderlik xüsusiyyəti aşılayıram, amma narsizm aşılayır ki, sən hamıdan güclüsən, sən hamıdan dəyərlisən, sən hamıdan bacarıqlısan, səndən başqa heç kəs yoxdur. Amma bu əks istiqamətə yönəlir və təbii ki, gətirir bullyingə çıxarır ki, digər zəif təbəqənin əzilməsinə səbəb olur. Yəni, mütləq öncəliyimiz ailə daxili məsələlər olmalıdır, valideynə köklənmək lazımdır və digər tərəfdən isə məktəb və müəllim fəaliyyəti, müəllim, psixoloq fəaliyyəti yetərli qədər həyata keçirilməlidir. Yenə qeyd edirəm, sadəcə tədbir, çəkiliş, linklərin hazırlanmağı bu yox. Formal görüntülər üçün yox, real surətdə tələbələr təhlil olunmalı, onların psixoloji prototipi üzə çıxarılmalı və problemi tərəflər, nöqsanlarla iş aparılmalıdır. Ən böyük ideoloji təhlükə dəyərsizləşdirmə.
Dəyərlər sistemində yaranan boşluq, bir də kimlik böhranı. Sanki indi gənclər öz kimliyini müəyyən etməkdə çətinlik çəkirlər. Yəni mən kiməm? Mən hansı prinsiplərə əsaslanaraq yaşayıram? Mən kim olmağı düşünürəm? Bu kimlik böhranı, bu keçid, bu dilemma qarşısında ya məktəb onu başa düşmür, ya ailə onu başa düşmür, ya öz-özünü tapa bilmir və bu dəyərsizləşmə də gətirir məsuliyyətsiz gəncliyin meydana çıxmağına səbəb olur. Öz həyat prinsiplərini qoruya bilməyən gəncliyin və rahatçılıqla manipulyasiyaya uğrayan gənclik meydana çıxır ki, manipulyatorların əlinə keçir bu zaman və istədikləri şəkildə də idarə olunurlar. Ən əsası da o böyüyə hörmət məsələsi, kiçiyə qayğı məsələsi. Mən demirəm ki, bütün o keçmişdə olan tarixi ənənələrimizi olduğu kimi yaşayaq. Əlbəttə tarix dəyişir, devr dəyişib, müasirləşmişik. Biz postsovet ölkələri arasında ən inkişaf etmiş ölkələrdən biriyik və çox gözəl müasir cəmiyyətimiz var. Amma müasir devrimizə uyğun da elə ənənələrimiz var ki, biz onları qorumalıyıq. Bu hörmət, bu dəyərsizləşmə uçuruma doğru gedir. Hər ikisi. Mən deyərdim hər ikisi. Çünki idarə edən məhz istifadəçidir. Baxır onun istifadəçi hansı şəkildə idarə eləyəcək. Əgər sosial şəbəkəni maariflənmək üçün istifadə ediriksə, əlbəttə ki, müəyyən platformalar var. Çox müxtəlif platformalar var. Dil biliklərini zənginləşdirmək mümkündür, informasiya əldə etmək mümkündür, tədqiqat aparmaq mümkündür sosial şəbəkələr üzərindən. Amma eyni zamanda da həmçinin təbii ki, yanlış istiqamətə yönəlmək də mümkündür. Baxır kim necə seçir. Yəni bugün çox eşidirəm cəmiyyətdə müxtəlif serialları qınaq obyekt eləyirlər. Əlbəttə sosial şəbəkələrin təsiri çoxdur gənclər üzərində. Çünki hələ kim olduqlarını müəyyən edə bilmədikləri üçün təsirlərə məruz qalırlar. Amma bunu da müəyyən mexanizmlə yəqin tənzimləmək lazımdır. Amma yenə də istifadəçi məsuliyyəti və idarə edici o istifadəçinin özü olduğuna görə seçimi özümüz edirik. Eyni proqrama və yaxud da ki, eyni sosial platformadan bir çox adam istifadə edir. Amma o 10 nəfərdən tutaq ki, ikisi aqressiv olur. Bunun səbəbi, kökləri deməli ki, ailə-məktəb münasibətlərində daxili çəkişmələrdə özünü göstərir. Əslində bu yaxşı bir şeydir. Yəni yaş məhdudiyyətinin tətbiq olunmağı. Amma yenə də düşünmürəm ki, bu tək başına sırf yaş məhdudiyyəti tətbiq olunacaq və birbaşa məsələni kökündən həll eləyəcək. İnanmıram ki, bu olar. Çünki hal-hazırda gənclər valideynlərdən məhz o rəqəmsal texnologiyalar üzrə biliklərinə görə daha irəlidədir. Və bunu nə şəkildə tənzimləyə bilir valideynlər, nə şəkildə izləyə bilir valideynlər? O biraz çətin məsələdir. Bəlkə necə ola bilər? Yəni valideynlər arasında o rəqəmsal bilik üçün təlimlər təşkil olunsa, ən əsası amma sistematik olaraq sırf informasiya texnologiyaları üzrə mütəxəssislərin hansısa bir filtrasiya proqramı təşkil olunsa ki, kiber təhlükəsizliklə mübarizə aparılsın, detektorlar yaradılsın ki, onları məhz senzuradan keçirsinlər və həmin anda hansısa bir siqnal ötürülsün ki, burada təhlükə var, burada hansısa kontent uyğun deyil, bu yaşa uyğun deyil. Bəlkə orada nəsə bir şey əldə etmək olar. Yalnız yaş məhdudiyyətinin qoyulması ilə düşünürəm, gənclər oradan da bir çıxış yolu taparlar. Əslində razı deyiləm. Yox, niyə vaxt itkisi olsun ki? Yəni istənilən halda elmə aparan yol boş getmir. Müəyyən, mütləq şəkildə magistrda tədqiqatla məşğul olur ki, o magistr elmi dərəcəni alır. İstər Azərbaycanda, istər də Azərbaycandan kənarda, yəni öz ixtisası üzrə puxtələşməyin vasitələrindən biridir əslində magistratura təhsili və düşünürəm ki, son illərdə sırf magistratura təhsili üzərində də təkmilləşmə proqramları aparılır, tədris qrafikləri yenilənir ki, məhz əmək bazarının tələblərinə uyğun təşkil olunsun. Sadəcə bilirsiniz, nədir gənclərin problemi? Bəlkə də real problemdir, çünki iqtisadi böhranlardan qaynaqlanan problemdir. Düşünürlər ki, yəni müəllimdir, alimdir, elm adamıdır və onun məvacibi, digər tərəfdə isə başqa
peşələrlə məşğul olan şəxslərin məvacibi. Yəni öncəliyimiz bizim əslində bu olmalıdır ki, cəmiyyətin maariflənməsinə xidmət etmək üçün ki, doğrudan da elm adamlarının, alimlərin, müəllimlərin məvacibi yüksək hədd olmalıdır ki, onlar başqa sahələrə meyl etməsinlər, maraq göstərməsinlər. Həqiqətən də real gənclik doğrudan da təhsil almağın yolu ilə məhz uğur əldə edə biləcəyinə inanmalıdır ki, gəlsin magistraturada təhsil alsın, doktoranturada təhsil alsın, real tədqiqatçı olsun. Yəni fikirləşirlər ki, hansısa bloger heç bir təhsil almadan necə gözəl həyat tərzi yaşayır, düzdür? Amma bu da bir yanlışdır. Çünki onun da canlandırdığı həyat tərzi real deyil, saxta bir həyat tərzidir də biz sosial şəbəkələrdən gördüyümüz platformada. Amma gözünün qabağında gördüyü o müəllimin, o ziyalının prototipi, onun real həyatının uğurlu olduğunu görən tələbə əlbəttə ki, uğurlu yolu seçmək istəyəcək özü üçün də. Dünyanın bir çox ölkələrində artıq bilirsiniz də süni intellekt müəllimi əvəzləyir və bir neçə peşəni əvəzləyir. O cümlədən də müəllimlik peşəsini əvəzləyən süni intellekt layihələri var və yenə də sosial platformalarda da süni intellekt müəllimlər var fəaliyyət göstərən. Amma yenə ilk sözümə qayıdıram ki, məhz o emosional yanaşma, o emosional yanaşmanı süni intellekt verə bilmir tələbəyə, gəncə. Axı biz yalnız mütəxəssis yetişdirmirik, həm də şəxsiyyət yetişdiririk və biz ali təhsil müəssisələrində, o cümlədən orta təhsil müəssisələrində yalnız tədris prosesi həyata keçirilmir. Onlar yalnız imtahan verib, sertifikat alıb nəticə göstərmirlər. Bu proses boyu şəxsiyyətlər arası münasibət yaranır, sosiallaşma formalaşır və burada da düşünürəm ki, müəllimin rolu əvəzsizdir. Türkiyədə baş verən xoşagəlməz haldan danışırıqsa, yəni gedən intervyuları da, müsahibələri də vaxtaşırı izləyirik. İlk növbədə göründü ki, ailənin problemidir. Çünki bəzən ailələr öz evladlarında problemi əslində görürlər, amma qəbul etmək istəmirlər. Və ilkin psixoloji dəstək məhz ailədən gəlməlidir. Ailə onu aşkarladığı halda dəstək verməlidir. Daha sonra isə məktəb mütləq şəkildə, yəni izlənilən videolardan açıq-aydın görünür ki, uşaqda problem var. Əlbəttə ki, mühit onu aşkarlayır, mühit onu üzə çıxarır, amma onunla bağlı hansı işlər aparılır? Deməli ki, kifayət qədər iş aparılmayıb ki, bu aqressiyada gətirib bu boyda uçuruma şərait yaradıb. Yalnız sosial şəbəkənin problemi deyə bilmərik. Əgər təkcə sosial şəbəkənin problemidirsə, onda onunla eyni sinifdə oxuyan digər şagirdlərdə də eyni aqressiya formalaşardı. Deməli ki, onun arxa fonunda yatan böyük problemlər var. Ailə daxili problemlər var və o cümlədən də məktəb və ailə arasında düzgün qurulmayan bağlar mövcuddur. Amma iqtisadi problemləri burada görmürük. Çünki ailənin özünün kifayət qədər, yəni bildiyimiz qədərilə yaxşı durumda olub. Sadəcə ola bilsin ki, düzgün vaxt ayrılmayıb və bir neçə il öncə Azərbaycanda da baş verən xoşagəlməz qətl hadisəsi Əhməd timsalında, yəni onun da valideyni müəllim idi. İlk olaraq müdaxilə etməli şəxs də məhz ana idi ki, bütünlüklə bir ailənin faciəsinə çevrildi. Yəni demək istədiyim odur ki, öncə valideyn əgər qəbul eləmirsə evladında olan boşluğu, yəni hamı düşünür ki, mənim evladım idealdır. Əlbəttə, yaxşı evlad haqqında, mükəmməl evlad haqqında hamı danışmaq istəyir, hamı da mükəmməl evladın arxasında dayanır. Amma o problemliləri də üzə çıxarıb, məhz onlarla da tədbir həyata keçirmək vacibdir. Ailə faktoru mütləqdir. Ən önəmli məsləhətim odur ki, məhz kim olduqlarını müəyyən etsinlər və kim olmaq istədiklərini müəyyən etsinlər. Yəni, heç bir gənc, heç bir uşaq gələcəkdə qatil olmaq xəyalı ilə yaşamır. Uşaqlıqdan o formalaşma devrində məhz ana, ata, məktəb dəstəyi ilə ortaya çıxır həmin o körpələr. Bundan başqa özlərini sosial platformalar üzərində görülən həyatlarla, saxta həyatlarla müqayisə etməsinlər. Məhz özləri ilə müqayisə etsinlər, öz uğurlarla müqayisə etsinlər. Bir il öncə kim idim, indi kiməm?
bir həftə əvvəl nə ilə məşğul idim, indi nəyi inkişaf etdirmişəm, nəyə nail olmuşam. Məhz özləri ilə müqayisə etmək lazımdır. Bir də deyərdim ki, mütaliə, yəni kitab və onun müzakirəsi. Düzdür, indi Azərbaycanda da bir çox kitab klubları var, təşkil olunur. İndi bəziləri formal şəkildə təşkil olunur, bəziləri real şəkildədir, bəziləri məhz hansısa kitabın satışının həyata keçirilməsinin istiqamətində təşkil olunur. Amma yenə də kitab oxumaq gənclərdə güclü, dərin təfəkkürün formalaşmasına səbəb olur.